Buz dağılanda üstünə qənd qoymaq lazımdırmı? Deyirəm, evdə etməyin, deyir dədə babamızdan belə gəlib. Nə dərəcədə doğrudur ki? Bunlar hamısı xurafatdır. Axşam evi süpürmək olmaz. Güya evi süpürsən ruzu qaçacaq. Axşam pul saymaq olmaz. Axşam uşağı öpməzlər. Axşam nə bilim evi süpürməzlər. Əncir ağacının altından keçməzlər. Əncir ağacının altından keçməzlər. Ələyi götürməzlər. Nə bilim filan şeylər, dırnaq tutmazlar. Bunlar hamısı xurafatdır bunlar. Yəni batil inanclardır. Bunlar deyirlər ki, nəhistliyə inanmaq. Yəni sanki bundan nəsə bir nə deyirlər? Zərər gözləmək. Peyğəmbər bunu qadağan edib. Əksinə deyib ki, bu yəni olmaz, bəyənilmir. Yəni bu deyir ki, şirkdir, balaca şirkə girir, böyüyə deyil. Və misal üçün deyir ki, quşa görə bayquş qondu, bayquşu o vaxtı mən uşaq vaxtı yadıma gəlir, bəy quşudur əslində, bayquş deyir də biz. Bəy quşu. Onu qovurdular, misal üçün niyə? Güya bədbəxtçilik gələcək. Mən yadıma gəlir, Allah rəhmət etsin, nənəm evdə də tapışqa qalmamışdı. Özü də atırdı, bizə də attırırdı. Niyə? O quşu qovağı deyə. Ay bala atın deyə biz də atırdıq. Yəni biz bunu görmüşük. Və yaxud da misal üçün belə şey düzgün deyil, pişik keçdi, qara pişik keçdi, geri qayıdır. Və yaxud da misal üçün evdə hansısa bir əşya düşdü, bugün nəsli olacaq, 13 rəqəmi. O pişik barəsində, yazıq pişik barəsində gözəl bir status oxudum mən. Deyir, o pişiyin deməlidir, işi var deyir, harasa gedir. Sənə nə dəxli var pişiyin deyir. Misal üçün at nalı. At nalını, atı çapıblar, at işləyib, nal köhnəlib, atın ayağına fayda vermir, atın nalını qapısından asıb göz dəymədən qoruyacaq. Bu atın nalı ata fayda vermir. Sən necə göz dəymədən qorusun? Belə şeylə inanmayın. Və ya göz muncuğu, uşaqların üzərinə asıla göz muncuğu ki, bunu qoruyacaq. Bu 15-20 köpüklü daş parçası, bu səni necə qoruyacaq? Və ya parça bağlı ki, qorunmaq üçün. Peyğəmbərimiz deyir ki, kim bunu taxarsa qorunmaq üçün Allah onun arzusuna çatdırmasın. Peyğəmbərimiz sana bunları qadağan edib və ya başının altına, yastığın altına, balçının altına qayçı qoymaq, nəmdə güya cindən, şeytandan qorunmaq, əski bağlamaq. Bunlar doğru deyil, insan qəlbini Allaha bağlayar.